Joseph Haydn və Wolfgang Amadeus Mozart eyni dövrdə yaşamış və Viyana klassik məktəbinin nümayəndələridir. Hər iki bəstəkar musiqi tarixinə novator bəstəkar kimi daxil olmuşdur. Haydn simfoniya, kvartet janrlarının banisi olaraq musiqi tarixinə keçib. Yaradıcılıq irsi 100-dən artıq simfoniyanı, 2 skripka, viola və violonçelo üçün 70-dən çox kvarteti, fortepiano üçün 52 sonatanı, dünyanın yaranması, ilin fəsilləri oratoriyalarını, 30-dan çox operanı, Şotland və İrland xalq mahnılarının tərkiblərinin hazırlanması əhatə edir. Mozart yaradıcılığını isə 19 opera, rekviem, 50-yə qədər simfoniya, klavir və orkestr üçün 22 konsert, skripka və orkestr üçün 5 konsert, fleyta, klarnet, faqot, valturna, arfa üçün konsertlər, 27 simli kvartet, 9 simli kvintet, klavir üçün 20 sonata, skripka və klavir üçün 43 sonata və s. əhatə edir. Biz bilirik ki, Haydn Mozartdan yaşca daha böyük oldu. Lakin buna baxmayaraq Mozart daha az ömür sürmüşdü. O təxminən 35-36 yaşlarında vəfat edib. Haydn və Mozart iki bəstəkar da simfonik musiqiyə müraciət etmiş və yetərincə əsər yazmışlar. Əlbəttə ki, Haydnın yaradıcılığında simfonik əsərlərin sayı daha çoxdur və onu da qeyd etmək lazımdır ki, Haydnın ilkin simfoniyaları ilə yetkin simfoniyaları arasında böyük bir fərqlər vardır. Haydnın ilkin simfoniyalarında daha çox suita janrına bənzərlik hiss olunur. Əlbəttə ki, yetkin simfoniyalarına yaxınlaşdıqca bu oxşarlıq daha çox azalmağa və oxşarlıq daha az hiss olunmağa başlanır. Haydnın yetkin simfoniyalarına Paris simfoniyaları, eyni zamanda London simfoniyaları aid edilə bilər. Mozartın orkestri Haydnın orkestri tipində idi. Əsas funksiyanı simli qrup yerinə yetirirdi. Bu zaman melodik material çox vaxt birinci skripkalara tapşırılırdı. Kontrabaslar adətən violonçellərin partiyasını ikiləşdirir, bəzi hallarda isə onlardan ayrılırdı. Taxta nəfəsli qrup 2 fleytadan, 2 qaboydan və 2 faqotdan ibarət olurdu. Həm tematik materialın ifası üçün, həm də harmoniya və ritmin qeyd edilməsi üçün istifadə olunurdu. Klarnetlərə çox nadir hallarda müraciət olunurdu. Klarnetlərə bəstəkar yaradıcılığının son dövrlərində müraciət etmişdi. İlkin redaksiyalarda onlara yer verilməmişdi. Mozartın geniş simfonik yaradıcılığında ən böyük nailiyyət 39-cu mi bemol major, 40-cı sol minor və 41-ci do major simfoniyasıdır. Bu simfoniyalar bir-birinin ardınca yazılsa da, onlar xaraktericə fərqlidir və onların spesifik xüsusiyyətləri vardır. Əlbəttə ki, Mozart yaradıcılığına qədər opera janrına bir çox bəstəkar müraciət edib və bu sahədə novator kimi çıxış edən bəstəkarlar da mövcud olur. Lakin onun opera sahəsində etdiyi yeniliklər musiqi tarixində silinməz izlər qoymuşdur. Mozartın yaradıcılığında opera janrı çox böyük əhəmiyyət kəsb etmişdir. Mozart 11 yaşından başlayaraq bütün ömrü boyu opera yazıb. Lakin opera yaradıcılığı sahəsində onun nail olduğu ən yüksək nəticə ömrünün son illərinə aid edilir. Mozart müxtəlif tipli və janrlı operalar yazıb. Singspiel, opera buffalar, opera seriyalar, özündə musiqili faciənin və komediyanın xüsusiyyətlərini uyğunlaşdırır və bu tiplərdən heç birinə yaxın olmayan Don Juan. Mozart musiqi ilə dramatik hərəkətin ayrılmaz vəhdətinə, opera tamaşasının bütün elementlərinin bir-birinə qarşılıqlı tabeçiliyinə nail ola bilmişdi. Qeyd etmək lazımdır ki, Mozart opera seriya, opera buffa və Singspiel janrlarında opera yazsa da, onun bütün operalarının stilistik əsasını Viyana klassizmi təşkil edir. Mozartın yüksək novatorluğunun ən böyük göstəricisi operada qəhrəmanların musiqili xarakteristikalarını ustalıqla göstərməsi idi. Mozarta qədər opera janrında qəhrəmanların musiqili xarakteristikasında ümumiləşdirmənin, tipik və fərdiliyin, konkretliyin vəhdəti əldə edilməmişdi. Bu xarakteristikaların çox cəhətliliyi də yox idi.
Mozartın operalarında iştirakçılar təkcə ənənəvi tiplər deyil, həm tipikliyi, həm də fərdiliyi, təkrarsızlığı ilə diqqəti cəlb edir. Bu cəhətdən Mozartın musiqili teatrı 18-ci əsrin musiqili dramaturgiyasında realizmin ən yüksək nailiyyətidir. Mozartın operalarında iştirakçıların musiqili xarakteristikaları təkcə solo və ya duet nömrələrində deyil, həm də bir sıra böyük ansambllarda qorunub saxlanılırdı. Figaro'nun toyu və Don Juan'ın finallarında, Don Juan'dakı sekstetdə və bir sıra digər ansambllarda hər bir iştirakçının özünə məxsus intonasiya sahəsi var idi. Lakin bəzi hallarda səhnə vəziyyəti ilə əlaqədar Mozart eyni fikir və meyllərlə yaşayan iştirakçılar qrupunu vahid xarakteristika ilə əks etdirirdi. Mozartın opera sahəsindəki novatorluğu Haydn yaradıcılığındakı opera janrında yazılmış əsərlərdən əlbəttə ki fərqlənir. Haydnın operaları elə də yadda qalan və musiqi tarixində çox da önəmli rol oynayan bir mövqedə durmayır. Onun ən çox yadda qalan məşhur operası Asmodee yaxud da Yeni Axsaq Köpək və Orfey və Evridik operalarıdır. Haydnın uğur qazandığı digər bir sahə oratoriya janrıdır. Hansı ki Mozart bu janra elə də üstünlük verməmişdir. Haydnın ən məşhur oratoriyaları İlin fəsilləri və Dünyanın yaranması oratoriyalarıdır. Dünyanın yaranması oratoriyası 1799-cu ildə, İlin fəsilləri oratoriyası isə 1801-ci ildə yazılmışdır. Ümumilikdə götürdükdə Mozart Haydnın davamçısı hesab olunur. Çünki Viyana klassik məktəbinin nümayəndələridir. Eyni zamanda Mozart yazdığı simfoniya janrının, eyni zamanda kvartet janrının banisi Haydn'dır. Əlbəttə ki, bu janrlarda əsərlər yazarkən Haydn ənənələrini davam etdirəcəkdir. Eyni zamanda opera janrında novatorluqlarına baxmayaraq, orkestr xüsusiyyətləri Haydn ənənələri ilə davam etdirilməli idi. Hər iki bəstəkar instrumental sahədə çoxsaylı əsərlər yazıblar. Onlar müxtəlif tərkiblər üçün konsertlər, sonatalar, kvartetlər, kvintetlər, sekstetlər və s. yazmışlar.